bilməz. İnsanın onun üçün gərək çox güclü bir, sağlam bir iradəyə belə deyək də, malik olmalısan və bir də çıxdığın yol elə bir yol olmalıdır ki, səni yəni konkret olaraq vurğun olmalısan da. Çünki öz insan canından şirin heç nə yoxdur, amma Babək onu belə yəni əl çəkmişdir öz canından. Yəni, o dərəcədə bir insandır. Xürrəmlər hərəkatı. Birinci biz nə deyəcəyik? Azərbaycan tarixində xilafətə qarşı üsyanların dövrünə təsadüf eləsək, ümumilikdə Azərbaycan xilafətin 3 dövründə hakimiyyətdə olur. Məsələn, ilk 4 xəlifələr dövründə veririk. Sonra Əməvilər dövrü veririk. Bir də Abbasilər dövrü veririk. Bu dövrdə, ilk 4 xəlifələr dövründə Azərbaycanda xilafətə qarşı ilk üsyan 644-cü ildə olacaq. Ərdəbil üsyanı bilirsiniz, bunu keçmişik. Əməvilər dövründə isə 8-ci əsrdə baş vermişdi Beyləqan üsyanı, Beyləqan və yaxud da Beyləqan və Müsafir üsyanı. Əməvilərdə başlayıb, Abbasilərdə bitəcək. Amma xilafətə qarşı ən güclü üsyan isə Xürrəmlər hərəkatı idi ki, bu hərəkat xilafəti kökündən sarsıdacaq bir hərəkat idi. Həm də olduğu bir vaxt çox şanslı dövrüdür. Həmin vaxtda xilafətə qarşı bir neçə ildə üsyan baş vermişdi. Bunların içərisində də ən güclüsü elə Xürrəmlər olacaq. Birinci nəyə baxırıq? Birinci baxırıq ki, xilafətə qarşı niyə üsyanlar baş verdi? Niyə Azərbaycanda xilafətə qarşı üsyan prosesi baş verdi? Birinci səbəb standartlardır. Vergilərin ağırlığı, əhalinin zülmü, ərəb zülmü. Bununla bərabərində ərəblərin Azərbaycana köçürülməsi və əhalinin sosial vəziyyətinin ağırlaşması. Çünki köçürülən əhali Azərbaycanın yerli əhalisinin torpaqlarında yaşayırlar. Bu da ki, yerli əhalinin öz torpaqlarına məhrum olması deməkdir. Üçüncüsü isə feodallar idarə etmədən uzaqlaşır, onların hüquqları məhdudlaşır ki, onlardan narazı qalacaq. Və bu narazılıq nəticəsində xilafətə qarşı üsyanlar baş verəcəkdir. Bu üsyanlar üstünə biraz da Əməvilərin haqsızlıqları, ədalətsizlikləri bu üsyanları daha da gücləndirən tərəf olacaqdır. 8-ci əsrdə xilafətə qarşı üsyanlardan biri Beyləqan üsyanı idi. Bayaq vurğuladıq. Beyləqan şəhərində baş vermişdi, Müsafirin rəhbərliyi altında. Üsyan 748-də baş verir. Mən bunun ili yoxdur, sizə də ehtiyac yoxsa da mən sizə deyirəm. 748-də baş verir, 752-də isə Abbasilər üsyanları yatıracaq. Xilafətə qarşı ən güclü üsyan isə Xürrəmlər hərəkatı. 778-837-ci illərə əhatə eləyəcəkdir. Xürrəmlər tarixi mənbələrdə məzdəşlərin davamı kimi hesab olunur. Niyə davamı kimi? Onlar da cəmiyyətdə insanlar arasında bərabərliyi təbliğ edirlər, bütün insanların bərabər olduğunu deyirlər. Bərabərliyi təbliğ olunması mani hərəkatı ilə də oxşar cəhət eləyirsiniz. Lakin Xürrəmlərin məzdəşlərdən fərqli cəhəti yadelli əsarətinə qarşı. Məzdəkilər Sasani dövlətində olan üsyandır və Sasani öz dövləti içindən çıxan adamlar eləmişdilər. Yəni öz vətəndaşları eləmişdir. Bu yadelli əsarəti deyil. Amma Xürrəmlər isə Azərbaycan xalqı Ərəb xalqına qarşı və ya Ərəb dövlətinə qarşı üsyan qaldırmışdı və buna görə də buna yadelli hərəkat dedik. Yadelli üsyan olması Xürrəmlər hərəkatını Kürşad üsyanı ilə keçmişdiniz, bilirsiniz, Türk xalqları dərsində. Bir də İltəris xaqandan oxşar cəhət verəcəksiniz. Xürrəmlərin dedi ki, ilk dövrlərində rəhbərləri Əbümranla Cavidan olacaqdı və Cavidan oldu. Bunların dövrlərində baş verən iki üsyan baş verir. 778 və 808 üsyanları. Lakin bu üsyanların heç biri uğurla nəticələnə bilmir. Səbəb nə idi? Çünki Əbümranla Cavidan arasında bir növ özləri arasında fikir ayrılıqları var idi. Üsyanların ən çox məğlub olma səbəbləri o fikir ayrılıqlarına baş vermə səbəbləri idi. 778-808 üsyanları uğursuz nəticələnir. Bu uğursuzluq Əbümranla Cavidan arasında münaqişəni daha da şiddətləndirir. Və bu şiddətlənmə nəticəsində 816-cı ildə bunlar duelə çıxırlar, bildiyiniz duel. Təkbətək döyüşdə bir-birlərini Əbümran ya öldürülür, Cavidan isə yaralanır, sonradan isə Cavidan da ondan bir neçə gün sonra öləcəkdir. Sonradan dərs qutarandan sonra sizə deyəcəm mahiyyətini. Bundan sonra isə hakimiyyətə Babək gələcəkdir. Babək gəldi. Babəkin dövrü 816-837-ci il. Babəkin gəlişi ilə bütün Xürrəmlər hərəkatının görüşü tamamilə dəyişildi. Babək Xürrəmlər hərəkatının uğurlu olması üçün
artıq fərqli düşünürdü. O düşünürdü ki, Xürrəmlər hərəkatı uğurlu eləmək üçün və yaxud da Ərəb xilafətinin tamamilə zülmünə son qoymaq üçün nə etmək lazımdır? Bütün Azərbaycanı ayağa qaldırmaq lazım və bütün Azərbaycan, bütün bölgələrinə adamlarını yollayacaqdı. Və bu adamlarını yollayır və onların hamısını dəstək alacaqdı. Xürrəmlər hərəkatının güclü olmasının ikincisi səbəbi isə Azərbaycanda yerli feodalların da bu üsyana qoşulması idi. Hətta xristian feodalların da bu üsyana qoşulması. Feodalların qoşulma səbəbi əsasən standartdır, öz hüquqları məhdudlaşıb deyə, əvvəl kimi pul qazanan bilmirlər deyə, əvvəl kimi vəzifə tuta bilmirlər deyə bu üsyana qoşulurlar. Və qısa müddət ərzində Babək öz ətrafına ən yaxın, belə deyək, çox böyük bir ordu toplayıb və bütün Azərbaycan xalqını ayağa qaldırmağa müvəffəq olacaqdı. Babəkin ən yaxın sərkərdələri kimlər idi? Abdullah idi, Tarxan idi, Aydın idi və yaxud da Adin deyilir. Bir də Muaviyə idi. O Muaviyyənin Cavanşir Muaviyyədən qarışdırmayın, çox xahiş olun. Bu adam başqadır. Necə ki sizin adlarınızdan biri 10 dənə, 20 dənə, 100 dənə varsa, bu da onun kimi bir şeydir. Nəysə, Babəkin rəhbərliyi altında ilk döyüş 819-cu il döyüşüdür. Bunun adı yoxdur tarixi mənbələrdə, yəni sizə də ehtiyac yoxdur. İkinci döyüş 829-cu il 1-ci Əşdədsər, üçüncü döyüş 830-cu il 1-ci Həmədan, 833-cü il 2-ci Həmədan, 836-cı il adı yoxdur. 2-ci Əşdədsər, 837-ci il isə Bəz döyüşü olacaqdı. 829-cu il 1-ci Həşdadsər döyüşündə məqsəd nə idi? Məqsəd o idi ki, xilafət istəyir ki, Bəzi ələ keçirsin və bu üsyanı tez bazar, belə deyək də, palazlanmadan yatırsın. Çünki artıq üsyan təhlükə vəziyyətinə düşəcək. Bəz qalası uşaqlar indiki Cənubi Azərbaycanda yerləşir, Qaradağ bölgəsində. Baxın, bu bölgədə yerləşir. Çox möhtəşəm coğrafi bir mövqeyi vardı. Yəni internetdən vursaq görərsiniz ki, indinin özünə də qalıb və çox da yaxşı belə bir yerdə yerləşir. Nəysə, 829 dedi ki, məqsəd Bəzi tutmaq idi, amma tuta bilməyəcəkdi. Xilafət, belə deyək də, məğlub olub geri çəkiləcək. 9-cu əsrin 20-ci illərində Babək qələbədən yaralanaraq Azərbaycan şimalında Beyləqan, Bərdə, Sunik, Arsaq bölgələrini işğaldan azad edəcək. Yəni indiki Beyləqan, Bərdə, Qarabağ bölgəsi və Naxçıvan və Zəngəzur bölgəsini işğaldan azad edib və ərəbləri oradan çıxardacaq. 830-cu ildə isə 1-ci Həmədanda xilafət yenə məğlub olur və Babək Azərbaycanın qapısını ələ keçirir. Bu, Azərbaycan ərazisində xilafət qarnizonların vəziyyətini ağırlaşdıracaq. Çünki Babək bir-bir onların hamısını partisan müharibəsini sıradan çıxarmağa başlayacaq. Və bu isə xilafəti qorxudacaq. Çünki birdən-bir artıq Azərbaycan əldən çıxmağa doğru gedəcək. Bu vaxt 830-cu ildə xilafətdə hakimiyyət dəyişikliyi baş verir. Möhtəsim gəlir hakimiyyətə. Möhtəsim hakimiyyətə gəldiyi vaxtda çox ağıllı tərpənir. Nə edəcək? Birinci Bizansdan aparılan müqaviləni başa çatdırır. Sülh müqaviləsi bağlı müvəqqəti şəkildə. Bu Xosrov Ənişravanla oxşar cəhət olacaqdı. Bizansdan sülh müqaviləsi bağlı Atilla ilə oxşar cəhət olacaqdı. Bizansdan. Sonra bütün qüvvələrini Babək üzərinə yönəldəcək. Elə bu effekt verəcəkdi. 833-də 2-ci Həmədan döyüşündə Xürrəmlər ilk dəfə olaraq məğlub olacaqlar və Həmədan şəhəri yenidən xilafət qoşununa keçəcək. Bundan sonra Möhtəsim daha çox tədbirlər görməyə başlayacaq. 835-ci ildə türk mənşəli Afşini, Mərkəzi Asiyada türk mənşəli Afşini gətirəcəkdə hakimiyyətə. Ordunun içərisində isə türk tayfalarının cəlb edilməsini icazə verəcək. Çünki Möhtəsim özü Mərkəzi Asiyada qalan bir şəxs olub və türk tayfaları içərisində böyüyüb, türklərin necə vuruşqan olduğunu, ərəblərə nisbətən daha cəsarətli olduğunu bildiyi üçün Afşinə Azərbaycanı iqta kimi verir və bütün səlahiyyəti verir Afşinə və ordunun içərisində türklər gətirəcək. Afşin isə 2 il müddətində çox ciddi hazırlaşır. 835-ci ilə gələndən sonra 2 il müddətində çox ciddi hazırlaşacaq. Nə edəcəkdi? Afşin gəldi, 2 il müddətində hazırlaşır. Birinci iqamətgahını Bərzəndə köçürür. Yəni Bərzə yaxın yerə köçürəcək. İkinci, Bərzəndə qətər bir çox qarnizonlar yaradır və qarnizonlara qoşun yığır. Bu niyə görə var idi uşaqlar? Afşin düşünürdü ki, xilafətə gələcək hər hansı bir yardımı, yəni xəlifə qoşuna gələcək yardımı Babək qarşısını kəsə bilər ki, həqiqətən də elə edirlər, partisan savaşı edirlər. Babək qarşısını, bunun qarşısını kəsməsin deyə bu qarnizonları saxlayırdı ki, yəni qarnizonlar bir növ nə edirdi? Qarnizonlar qalırdı ki, ordu hər hansı bir hücumun qarşısı alınsın istəyirdi. Üçüncüsü isə Babəkin ən yaxın adamlarını öldürəcək. Yəni Babəkin ən yaxın adamlarını sui-qəsd nəticəsində öldürür. Və bir də feodalları öz tərəfinə çəkəcək. Artıq bu dövrdə bir növ üsyan 20 ildən çox davam edir. Xalq da bezmişdi, yorulmuşdu. Xalq elə Xürrəmləri məğlub edirdi, bir də gördü yenə. Daha doğrusu üzr istəyirəm. Xilafəti məğlub, bir də gördü yenə təzədən qoşun gəlir. Bir də məğlub edir yenə. Artıq qüvvələr nisbəti xilafətin xeyrinə dəyişir. Çünki əhali seyrəlməyə başlayır.
Və 835-də belə deyək də Afşin gəlir və 2 illik hazırlığını görür. Lakin bu döyüş bəzi döyüş ərəfəsində 836-da Həştadsər döyüşündə yenidən xilafət məğlub olur, Xürrəmlər böyük qənimət ələ keçirəcəkdir. Amma bu üsyanın və müharibənin taleyini dəyişməyəcək. 837-ci ildə Bəzz qalası mühasirəyə alınır. Bəzz qalası mühasirəyə alınacaqdır. Bu vaxt Bəzz qalası mühasirəsi ərəfəsində Afşin Babəklə təkbətək görüş eləyəcəkdir. Görüşdə Afşinin Babəkə təklifi olacaq ki, mən sənin xəlifə tərəfindən bağışlanmasını təmin eləmişəm, lakin sən gəl mənə tərəf bağışla, əfv dilə, gedərsən xəlifənin də əfv diləyəcəksən və bundan sonra bizə qoşulacaqsan. Bu da Afşinin məqsədi Bizansa qarşı mübarizədə Babəkdən istifadə eləsin. Lakin Babək razılaşmayacaqdır və 837 son döyüşdə, Bəzz döyüşündə Bəzzin müdafiəçisi Aydın qəhrəmancasına həlak olacaqdır və Bəzz qalası yerlə işsin ediləcəkdir. Babək isə özü qaçacaqdı Arana, indiki Şimali Azərbaycana qaçır. Lakin burada yerli feodal tərəfindən, öz silahdaşı tərəfindən belə deyək də əsir götürüləcəkdi. Yəni öz dostuydu, pul qarşılığında xəlifəyə veriləcəkdi və 838-ci ildə Samirə şəhərində Babəki edam edəcəkdi. Bununla da Xürrəmlər hərəkatı yatırılacaqdı və lakin buna baxmayaraq Xürrəmlər hərəkatı yatırılsa da xilafət bundan sarsılacaqdı və parçalanma prosesi sürətlənəcəkdi. Bu da sizin xilafət dərsiniz.